Uşaqlar, burada 2 nömrəli sualda baxın bizə nə deyilir? Bir 51 iş elanı görür. Elanda əlaqə saxlayanların yaşlarının 35-dən aşağı olması qeyd olunur. Əli bu işlə əlaqə saxlamaq üçün yaşını ən azı A yaş azaldır. Ən azı, yəni hər neçə yaşsa azaldır ki, 35-dən aşağı olsun ki, bura müraciət edə bilsin. İndi 50 yaşını ən azı neçə yaş azaltmalıdır? Yəni, ən azı neçə yaş azaltmalıdırsa, yəni bunun 34 yaşa düşməsi lazımdır. Yaşının 34-ə düşməsi lazımdır. Çünki burada deyir ki, 50 öz yaşını ən azı nə qədər azaltmalıdır? Nə qədər azaltmalıdır ki, aha, və hətta yaşını azaltdıqda əvvəlki yaşı yeni yaşının 17-də 21-nə bərabər olacaq. Yəni, bu elana müraciət edənlərin yaşı 35-dən az olmalıdır və 50-nin də bilmirik neçə yaşı var, 40 yaşı var, 50 yaşı var. Amma yaşını ən az azaltmalıdır, bura müraciət eləsin. Ən az azaltması üçün də onda bu heç olmasa 34-ə salmalıdır da yaşını. Yəni, 50-nin yaşı ən azı 34 olmalıdır ki, bura müraciət eləsin. Yeni yaşı 34 olacaq və əvvəlki yaşı da yeni yaşının 17-də 21 hissəsinə bərabər olacaq. 17-də 21-i 34-ə vuranda da 42 alasınız. 34 ilə 17 ixtisar geçsin. Alarıq cavabımızı 42. 50-nin əvvəlki yaşını soruşurdu, 42-dir. Yəni, bir də təkrarlayıram uşaqlar, 50 yaşını ən az nə qədərsə azaltmalıdır ki, 35-dən kiçik olsun və bu elana müraciət edə bilsin. Bu da ən azı yaşını 34-ə salmalıdır ki, bura müraciət eləsin. O halda bunun yeni yaşı 34 olacaq və əvvəlki yaşı da yeni yaşının 17-də 21 hissəsi idi. 34-də 17-də 21-ə vurursunuz, 50-nin əvvəlki yaşı olur 42. Sonra 5 nömrəli sualı soruşursunuz. Orta yaşı 20 olan 5 qardaşdan ən böyüyünün ən azı neçə yaşı var? Uşaqlar, orta yaş 20-dirsə, deməli bu qardaşlardan ən böyüyünün yaşı 20-dən çox olmalıdır. Baxın, 5 nəfər var, hər birinin orta yaşı 20-dirsə, deməli bunların yaşları cəmi 100-dür. Mən bunların yaşlarını toplayıb, saylarına bölmüşəm, 5-ə bölmüşəm, elifdə 20. İndi 5-i 20-yə vurdum, bu 5 nəfərin yaşları cəmi 100 olmalıdır. Və ən böyüyünün ən azı neçə yaşı var soruşursa, müxtəlif yaşlı 5 nəfər deməmişdi ki bizə. Yəni bizə bunların yaşları müxtəlifdir deməmişdi. Deməli, bir neçəsinin yaşını eyni ədəd götürə bilərik. Və biz dedik ki, ən böyük, orta yaşı 20-dirsə, ən böyüyünün yaşı 20 və 20-dən az ola bilməz. Çünki cəmi 100 eləməlidir axı. Sən tutaq ki, ən böyüyünü 20 götürsən, o quslarını gərək 20-dən az 19. Eləcə 4-ünü də 19 götürsən, bunların yaşları cəmi 100 eləməz axı. Mənə yaşları cəmi 100 eləməsi lazımdır. Məcbursunuz ki, ən böyüyünün ən az yaşı 21 olsun ki, siz digərlərinə də 19, üçünü də 20 götürün. Deməli, ən böyüyünün ən az yaşı 21 olacaq. Biri 19, üçü də 20 olacaq. Uşaqların əksəriyyəti bunu deyir ki, bəli, niyə 22 olunur? Deməli, ən böyüyünün ən az yaşını soruşur. Müxtəlif yaşdadırlar şərtini də verməyibdir mənə. Yəni, mən 21 götürdüyüm halda, götürə bildiyim halda niyə 22 götürüm ki? Axı, məndən ən azını soruşur. Yəni, 22 götürərdim ki, o halda ki, mənə desəydi ki, bu 5 nəfər müxtəlif yaşdadır, ən böyüyünün ən azı neçə yaşı var? Onda mən bunları 18, 19, 20, 21, 22 şəklində
nəzərə alardım ki, ən böyüyünün ən azı 22 yaş var. Amma müxtəlif yaşdadırlar demir deyə, bir neçəsini eyni yaşda götürə bilərəm deyə, 20-dən böyük ən kiçik ədədim 21-dir. Deməli, ən böyüyünün ən azı 21 yaşı olacaq. Sonra uşaqlar, 6 nömrəli sual soruşur. Aha. Baxın, sinifdəki oğlanların orta yaşı 10-dur. Qızların orta yaşı 14-dür. Oğlanların sayı da qızların sayından, uşaqlar, oğlanların sayı da qızların sayından 3 dəfə çoxdur. Qızların sayı x-dirsə, oğlanların sayı olacaq 3x. Və nəzərə alaq ki, burada qızların orta yaşı 14-dür, oğlanların orta yaşı 10-dur. Mən indi bu oğlanların sayını orta yaşlarına vuranda, qızların sayını orta yaşlarına vuranda oğlanların yaşları cəmini və qızların yaşları cəmini almış oluram 30x, 14x. Oğlanların yaşları cəmi ilə qızların yaşları cəmini toplayanda bütün sinifin yaşları cəmi olur 44x. Və bütün sinifin yaşları cəmini bütün sinifdəki uşaqların sayına böləndə mənə bütün sinifin orta yaşını verəcək. O da 11 eləyəcək. Mən hardan aldım bütün sinifdəki uşaqların sayını? 3x dənə oğlan var, x dənə də qız var. Bütün sinifdəki uşaqların sayı olur cəmi 4x. Və bütün sinifdəkilərin yaşları cəmi də 44x-dir. 44x-in 4x-ə nisbəti 11 edir. Deməli, bütün sinifdəkilərin orta yaşı 11 olacaq. Sonra uşaqlar 8 soruşmusunuz. 7, 8. Uşaqlar, bu 7 nömrəli sualdır. Ancaq variantla işləməlisiniz. Niyə? Baxın, sizə deyir ki, 20-ci əsrdə doğulmuş bir adamın 2003-cü ildə yaşı doğulduğu ədədin rəqəmləri cəminə bərabərdir. Yəni, siz bir-bir variantları yoxlamalısınız. Məsələn, 1980-ci ildə doğulan şəxsin 1980-ci ildə doğulan şəxsin 2003-cü ildə olacaq 23 yaşı. Mənə də demişdi ki, 2003-cü ildə bu adamın yaşı doğulduğu ilin rəqəmləri cəminə bərabərdir. Amma bu 1980-ci ildə doğulan adamın deməli doğulduğu ilin rəqəmləri cəmi 23 eləmir axı. 18 eləyir. Deməli, bu düz gəlmədi. Sonra, məsələn, fərz eləyək ki, 1982-ci ildə doğulubdur bu adam. 1982-ci ildə doğulan adamın 2003-cü ildə 21 yaşı olacaq. Amma 1982-nin rəqəmləri cəmi 20 eləyir. Bu da düz gəlmir. İndi baxın, A variantında 1978-ci ildə doğulan bir adamın 2003-cü ildə yaşı 25 eləyir. 1978-in də rəqəmləri cəmi 25 eləyir. Bərabər oldu. Deməli, cavabımız elə A variantıdır. Deməli, bu adam 1978-ci ildə dünyaya gəlib ki, 2003-cü ildə bunun yaşı doğulduğu ilin rəqəmləri cəminə bərabərdir. 8 nömrəli sual. Baxın, deyir ki, Gülay 2A+9 yaşında olanda Anarın 13 yaşı olubdur. Sonra da deyir ki, Gülay Anar yaşında olanda
Anarın A plus 2 yaşı olubdur. İndi deyir, Gülay Anardan neçə yaş böyükdür? Uşaqlar, zaman keçdikcə yaşların fərqi dəyişmir. Yəni, məsələn də, 2020-ci ildə hər hansı iki nəfərin yaşları fərqi 5-dirsə, 2024-də də 5-dir, 2026-da da 10 il sonra da 5 il əvvəldə fərq etmir. Yəni, baxın, burada var Anar, daha olsun fərqi yoxdur, Gülay, Anar var. Gülayın yaşı 2A plus 9 olanda Anar 13 yaşında olubdur. Gülay Anar yaşında olanda, yəni Gülayın 13 yaşı olanda, Anarın yaşı A plus 2 olubdur. Yəni təsəvvür edin ki, məsələn 2025-də Gülayın yaşı 2A plus 9, Anarın yaşı 13-dür. Amma 2020-ci ildə Gülayın yaşı 13 olub, Anarın yaşı A plus 2-dir. Məsələn də. Bunların yaşları fərqi zaman keçdikcə dəyişməyəcək deyə 2A plus 9 minus 13 bərabər olmalıdır 13 minus A plus 2-yə. Yəni, eyni ildə yaşları fərqi bərabər olacaq. İndi nəticədə mən bu tənliyi həll eləsəm, uşaqlar, A-nı 5 alırıq. A 5-dirsə, gətirib burada hər birində, hər hansı birində və yaxud yerinə yazanda, məsələn, Anar 13 yaş olanda, Gülayın 13 yaş olanda, Anarın 5 plus 2, 7 yaşı olur. Fərq edir 6. Və yaxud 2 vur 5 plus 9, 19 eləyəcək. Yəni, Gülay 19 yaşında olanda, Anar 13 yaşında olur. Yenə də fərq 6-dır. Gülay Anardan 6 yaş böyükdür. Daha sonra, görək, 9 soruşulubdur. Hə, deməli, uşaqlar, nəyə fikir vermək lazımdır burada? Ümumiyyətlə, bu kimi məsələlər mahiyyət olaraq istifadə oluna bilər. Baxın, bu tipdə qəbulların birində də istifadə olunur. Yəni, tutaq ki, iki qrupa konfet paylanılır. Birində tutaq ki, 11 uşaq var, birində 15 uşaq var. Ümumi 250 konfet paylanılıbdır, məsələn də. Artıq burada bir qrupa X konfet, bir qrupa Y konfet paylanılıbdır, nəzərə alıb X, Y-ə qiymət verərək tapa bilirik. Yəni, biz qəbulları işləyəndə bu kimi suallarla qarşılaşa bilərik. Burada da məsələn sizə deyir ki, bu şəxs bir əməliyyata görə 3 yaş cavanlaşır. Bu əməliyyatdan X dənə keçirməlidir. Digər əməliyyata görə 5 yaş cavanlaşır. Tutaq ki, bu əməliyyatdan da Y dənə keçirdikdir. Və ümumilikdə 28 yaş cavanlaşıbdır. Hardan bildik ki, 28 yaş cavanlaşır? Bu adamın 45 yaşı var. 18 il sonra, elə deyir də. 18 il sonra bunun olmalıydı 63 yaşı. Bu 63 yaşında olarkən özünü 35 yaşında görünməsi üçün əməliyyat elətdiribdir. 35 yaşında. Yəni 63-dən 35 çıxanda uşaqlar 28 qalır. Deməli, bu 63 yaşında olarkən 28 yaş cavanlaşdırıb özünü 35 yaşdakı kimi görünür. Və bu, deməli, bir əməliyyatdan X dənə, digərindən də Y dənə keçirdikdir. Ən az neçə əməliyyat keçiribdir? Bizə baxın, nə deyir? Ən az neçə əməliyyat keçirdikdir. İndi biz 28-i almaqdan ötürü, uşaqlar, baxın, X-ə, elə bir ki, X-ə 6, Y-ə 2 versək, 18 plus 10, 28 eləyir. Amma neçə əməliyyat keçirmiş olur? 8 dənə. Və yaxud da biz, deməli,
Yəni 5-in tam misillərinə baxmalıyıq da. Məsələn, y-ə 1 versək, yerdə qalan ədədimiz 3-ə tam bölünmür. Y-ə 2 versək mümkündür. Y-ə 3 versək, yerdə 13 qalır, 13 də 3-ə bölünmür. Y-ə 4 versək, 8 qalır, 8 də 3-ə bölünmür. İndi Y-ə 1-də 5 verə bilərdik ki, Y 5 olsun, 25, X də onda 1 olacaq ki, 25 plus 3, 28 edəsin. Burada isə nəticədə 6 əməliyyat keçirmiş olur. Yəni 3x plus 5y-dən biz 28-i almaq üçün x-y-ə qiymət verməliyik. Və burada y-in 2, x-in də y-in 2 və 5 hallarında yəni mümkündür. Bu da deməli 5 dənə y5 x1 olduğu halda 28 eləyir. Bir də y2 x6 olduğu halda 28 eləyir. Bizə ən az əməliyyat lazımdır. Ən az əməliyyat keçirməsi lazımdır. O da cavab 6 olacaq. Yəni bunun ən az əməliyyat keçirdərək özünü 28 yaş cavanlaşdırmağı lazımdır mənə. Yəni biz bildik ki, bu y əməliyyatına görə daha çox cavanlaşır da 5 il cavanlaşır. Ona görə o y-lərin sayını daha çox götürməliyik. Davam eləyək. Növbəti sual tez çıxaq. Uşaqlar, suallarınızı qeyd edin. 47-yə qədər görək nə sualınız var? Yaş məsələləri 47-yə qədər. Uşaqlar, suallarınızı qeyd edin 47-yə kimi. Yəni sualınız olmalıdır, axı yoxdur. Yoxdursa 47-yə baxaq. Baxın uşaqlar, deyir Məmmədin yaşı Otbayaq Gülayla Anarı necə izah elədiksə, bu da o şəkildədir. Baxın, burada Məmməd var, Əhməd var. Məmmədin 30 yaşı var. Məmmədin 30 yaşı var. Məmməd Əhməd yaşında olanda Əhmədin yaşı əvvəlki yaşının 1/3-nə bərabərdir. Bu nə deməkdir? Bu deməkdir ki, uşaqlar, yəni Məmmədin 30 yaşı olanda Əhmədin yaşını x götürək. Məmmədin 30 yaşı olarkən Əhmədin olsun x yaşı. İndi Məmməd Əhməd yaşında olanda, yəni Məmmədin x yaşı olanda Əhmədin yaşı 3/1 x olur. Yəni əvvəlki yaşının 3/1-nə bərabər olur. Əvvəl x isə indi 3/1 x. Yenə də yaşların fərqini bir-birinə bərabərləşdirək. 30 minus x bərabərdir x minus 3/1 x. Və buradan biz alırıq, deməli, x-i sağa keçirsək, x-dən 3/1 x çıxanda qalır 3/2x. 3/2x-in üzərinə də x gələndə 3/5x edir. 3/5x 30-a bərabərdir. X də bərabərdir 30-u 3/5-ə böləndə 5/3-ə vururuq da. O da bizə verəcək 18-i. Deməli, Əhmədin 18 yaşı var. Daha sonra uşaqlar, bax 46 nömrəli sual da maraqlı sualdır. 46-da nə deyir? Deyir ki, 5 il əvvəl Arif Vaqifin indiki yaşında idi. Bir dənə fikir verin, bax burada Arif var, bir də Vaqif var. Vaqifin indiki yaşı x-dir. Arifin də 5 il əvvəlki yaşı x olub. Onda indiki yaşı x plus 5 olar. Niyə? Çünki Vaqifin indiki yaşı x-dırsa, Arifin yaşı Vaqifin yaşına bərabər olubdur 5 il əvvəl. İndi o vaxtdan 5 il keçibdir, bu günə gəlib çatmışıqsa, deməli Arifin yaşı 5 yaş artıqdır, x plus 5 olubdur. Digər tərəfdən isə deyir ki, Vaqifin 1 il sonraki yaşının 2 misli Arifin indiki yaşına bərabərdir. Yəni, x plus 5-ə bərabərdir. Vaqifin 1 il sonraki yaşının 2 misli Vaqifin indiki yaşına bərabərdir. Yəni,
Bir il sonraya gediriksə, Vaqifin indiki yaşı x-dir. Bir il sonra oldu x plus 1. Bunu da 2'ye vuranda Arifin indiki yaşına bərabər olacaq. X plus 5'e. Bunu da həll eləsəz, deməli x-i tapırsınız 3. Vaqifin indiki yaşı olur 3. Növbəti suallarınızı qeyd edin. Günay xanım 47'nin izahına qulaq asa bilmədin, ya necə? 47'ni izah elədim, amma ya izahını qulaq asa bilməmisənsə bir də izah edin. Günay eşitirsən məni? 47'nin izahına qulaq asa bildin sən? Bax bu lövhədə yazdığım 47'dir. Ekranda gördüyüm bax bu 47'dir. Məmmədin yaşı 30'dur. O Əhmədin yaşında olanda Əhmədin yaşı özünün yaşının 1/3-nə bərabərdir. Mən dedim ki, Məmmədin indi 30 yaşı var. Əhmədin də indi x yaşı var. Yəni Məmməd 30 yaşında olanda Əhməd x yaşındadır. İndi Məmməd Əhməd yaşında olanda, yəni Məmmədin x yaşı olanda Əhmədin yaşı əvvəlki yaşının 1/3 qədər olub. Yəni x-in 1/3-nə bərabər olar Əhmədin yaşı. Məmməd x yaşında olanda Əhmədin yaşı artıq 1/3 x olar. Əvvəlki yaşının 1/3 hissəsi. Və yenə də yaşların fərqi dedim ki, dəyişmir. Yəni Məmmədin yaşı 30, Əhmədin yaşı x olanda bunların yaş fərqi 30 çıx x-dir. Məmmədin yaşı x olanda, Əhmədin yaşı 1/3 x olanda bunların yaşları fərqi x çıx 1/3 x-dir. Və bu yaş fərqi bərabər olacaq bir-birinə, çünki zaman keçdikcə yaş fərqi dəyişmir. Hər birinin yaşı artır. Amma fərq dəyişmir. Hər biri eyni qədər artır zaman keçdikcə. Ona görə 30 çıx x bərabər x çıx 1/3 x-ə. İndi burada x-i sağ tərəfə keçirdik. 2x çıx 3/1 x, o da 3/5 x eləyir. İndi biz 30'a bərabərdir 3/1x. 3/5x 30'a bərabərdir. X-i tapanda da 30'u bölməlisən 3/5'ə. O da 5/3'ə vurulanda 18 edir. Aydındır? Aha. Sonraki sualınız 73 qeyd eləmişdir. 54, 54, 73. Ata ilə qızının yaşlarının cəmi 60'dır. Atanın yaşının qızının yaşına böldükdə qismət 3 qalıb 4 olur. Yəni, bu nə deməkdir uşaqlar? Ata ilə qızın yaşları cəmi 60'dır. Yəni, atanın x yaşı varsa, qızının 60 çıx x olacaq yaşı. Çünki bunların, yəni birinə x, birinə y deyib, axırda gərək x, y əvəzləməsi aparıb sistem tənlik kimi həll edəsiniz. Bundansa yaşları cəmi 60 deyil, biri x-dırsa, digəri 60 çıx x olur. Və indi deyir ki, atanın yaşının qızının yaşına böldükdə qismətdə 3 qalıqda 4 alınır. Bu nə deməkdir? Yəni atanın yaşı x-dir. Atanın yaşı x-dir. Qızın yaşına böləndə x-in, yəni 60 çıx x-ə böləndə qismət 3 olur. Qalıqda 4 olur. İndi biz natamam bölmə əməlində bölünəni necə tapırdıq? Bölünən bərabər olurdu. Natamam qismət vurulsun bölən, yəni 60 çıx x, üstəgəl qalıq. Yəni qısası belə yaza bilərdik. Biz
X-i 60 minus X-ə böləndə 3 dəfə tam bölünür, qalıqda da 4 qalır. İndi 3'ü 60 çıx X-ə vurub üstünə 4 gələndə X-ə bərabər olmalıdır. Yəni, bax, burada sağ tərəfdə yazdığım kimi. İndi biz buradan alırıq ki, deməli, X bərabərdir 180 minus 3X plus 4. 4X bərabər 184'ə. X də bərabər olur. 184'ü 4'ə böləndə eləyəcək 46. Atanın 46 yaşı varsa, 60'dan 46 çıxanda qıza da 14 yaş qalır. Burada da bizdən qızın yaşını soruşur. Növbəti sualımız. Çox sağ olun müəllim. Buyur Fatimə. 73. Hə. Baxın uşaqlar, 73 nömrəli sualda nə deyir bizə? Nigar öz bacısı Aysel anadan olmamışdan 6 il öncə Ayselin indiki yaşının 2 misli qədər yaşında olmuşdur. İndi Nigar və Ayselin yaşları cəmi 42'dir. İndi bir şey deyim sizə uşaqlar. Qızların hər birinin indi neçə yaşı olduğunu soruşur. Sizə də deyir ki, qızların yaşları cəmi 42'dir. Siz elə variantlara baxsaz, yaşları cəmi 42 olan bir dənə variant var. O da 9 və 33 olan halda. Amma həllinə gəldikdə isə Nigar, Aysel qeyd edirəm. Fərz eləyək ki, Ayselin indi X yaşı var. Nigarın yaşı Ayselin indiki yaşının 2 misli qədər olubdu. Amma nə vaxt olubdu? Aysel dünyaya gəlməmişdən 6 il əvvəl. İndi fərz eləyək ki, Aysel dünyaya gəlib, deməli 6 il keçibdir. Bu 6 il ərzində Nigarın da yaşı 6 yaş çoxalır. 6 il keçdi, Nigar da 6 yaş böyüdü və Aysel dünyaya gəldi. Ayselin 0 yaşı var. Dünyaya gəlib 0 yaşı var. 6 ildən sonra. Amma Ayselin indi X yaşı varsa bu o deməkdir ki 6 ildən sonra Aysel dünyaya gəldi. Nigarın yaşı 6 yaş çoxaldı. Amma Aysel X yaşına gəlibsə deməli X ildə keçibdi. Ayselin X yaşı olubdu. Bu X il Nigarın da yaşının üzərinə gəlməlidir də. Çünki Nigar da X yaş böyüyəcək də bu halda. Və bunların ikisinin də yaşları cəmi 42'dir demişdi. Olacaq 3x plus 6 plus x bərabər 42'yə. 4x bərabərdir 36'ya. X bərabər 9'a. Biri 9'dursa 42'dən də 9'u çıxanda digəri də olur 33. Yəni, bir də izah edirəm uşaqlar. Bizə demişdi ki, Ayselin indiki yaşının 2 misli qədər olubdu. Nigarın yaşı nə vaxt olubdu demişdi. Yəni, Aysel dünyaya gəlməmişdən 6 il əvvəl Nigarın yaşı Ayselin indiki yaşının 2 misli qədər olubdu. Mən dedim ki, Ayselin indiki yaşı X-dir. Onda Nigarın yaşı 2X olubdu. Nə vaxt? Aysel dünyaya gəlməmişdən 6 il əvvəl. 6 il keçib, Aysel dünyaya gəlibdir və hətta X yaşda böyüyübdür. Deməli, Nigar da 6 il plus X yaşda böyüyəcək. Ona görə Nigarın 2 yaşı X plus 6 plus X olacaq. Və bunların ikisinin də yaşları cəmi 42'dir. Oradan tənliyi həll edirsiniz. Daha sonraki sualımız, uşaqlar, kiminsə sualı varsa qeyd eləsin. Yoxdur. Bəlkə 74'ü də izah edeyim sizə. Baxın. Gəlin bir dənə 74 nömrəli suala da baxaq. Bu da
sizə çətinlik yarada bilən bir sual olacaq məncə. Ayşər qədər olmasın da. Fidanın atası, anası yaşında olanda ondan 2 dəfə böyük idi. Kimdən? Təbii ki, anasından. İndi Fidanın atası və anasının yaşları cəminin 65 olduğunu bilərək onların neçə yaş olduğunu tapın. Yaşları cəmi 65 olan ədəd burada bir neçə variantda var. Artıq bunu variantla işləməyə mümkün deyil. Deməli, siz burada bunu həll eləməlisiniz. Baxın, Fidanın atası, bir də anası var. Fidanın atası, anası yaşda olanda ondan 2 dəfə böyük idi. Yəni, anasından 2 dəfə böyük idi də. Deməli, uşaqlar, bu tənliyi necə qurmalıyıq? Yenə də biz burada gəlməliyik, yaşları cəmini 65-ə bərabər eləməliyik. Fidanın atası, anası yaşında olanda ondan 2 dəfə böyük idi. Baxın, deməli, burada belə bir tənlik qura bilərik. Fidanın anasının indi x yaşı var. Fidanın anasının indi x yaşı var. Atası, anası yaşında olanda, atası, anası yaşında olanda, yəni y yaşı var da, fərz edək ki, atasının indi y yaşı var. Fidanın atası, anası yaşında olanda, yəni atasının x yaşı olanda, anasından 2 dəfə böyük olubdu. X bölü 2 olubdu anasının yaşı. İndi bunların yaşları fərqi bir-birinə bərabər olmalıdır. Yaşları cəmi də 65 olmalıdır. Baxın, qeyd elədim ki, Fidanın anasının indi x yaşı var, atasının da y yaşı var. Fidanın atası, anası yaşında olanda, yəni ata x yaşında olanda, ana da x bölü 2 yaşında olubdur. Çünki ata anadan bu halda 2 dəfə böyük olubdur. İndi yazıram, y çıx x bərabərdir, x çıx x bölü 2. Buradan, digər tərəfdən də biz bilirik ki, y plus x də bərabərdir 65-ə. İndi buradan biz y tapanda, y bərabər olacaq 2x minus x bölü 2-yə, x-i sağa keçirtmişəm. Və buradan da alırıq, y bərabərdir. Ortaq məxrəc 2x üçün ortaq məxrəc tapsaz və yaxud da elə belə nəzərə alında x-i 2-yə bölünə 0.5x eləyir də. 2x-dən 0.5x çıxanda 1.5x qalır. Aparıb y-in yerinə və bu ifadədə 1.5x yazsaz, olacaq 2.5x bərabər 65-ə. X də bərabərdir. 65-i 2.5-ə bölərsiniz. Yəni, bu da 650 bölünsün 25 deməkdir. Sürət və məxrəci 10-a vurdum ki, uşaqlar, tam ədədlər alın. 650-ni 25-ə bölməliyik biz. Deməli, buradan nə alarıq? Daşı ixtisar apardıq. 5-ə ixtisar aparsaq 5. 1, 130, bu da 5-ə bölünəcək. Deməli, 26-dır. Deməli, burada x oldu 26. Fidanın anasının indi 26 yaşı varsa, cəmləri də 65 eləməsi üçün 39 olacaq. Yəni, ananın x yaşı var, atanın y yaşı. Ata x yaşında olanda, ana bundan 2 dəfə kiçik olmalıdır. X bölü 2 olmalıdır. Yaşları fərqi bir-birinə bərabər olmalıydı. Yaşları cəmi də 65 olmalıdır. X plus y 65-dir. Və yaşların fərqindən, deməli, y əvəzlənməsini apardıq. Y bərabər oldu 1.5x-ə. Gətirib y plus x bərabər 60 ifadəsində y-in yerinə 1.5x yazdım. 2.5x 65-dirsə, x onda 26-dır. X 26-dırsa, 65-dən də 26-nı çıxanda atanın yaşı da 39 olur. İndi yoxlaya bilərsiniz də, atanın 39, ananın 26 yaşı var.
ata ana yaşında olanda, yəni atanın 26 yaşı olanda, deməli 13 il əvvəl olub da 26 yaş. Çünki 39-dan 26-ya düşəndə 13 yaş azalır bunların hər birinin yaşı 13 yaş azalacaq. Yəni atanın 26 yaşı olanda ananın 13 yaşı olur. Hətta uşaqlar, siz variantda onu belə yoxlaya bilərdiniz. Baxın, variantla belə işləyə bilərdiniz ki, ata ana yaşında olanda anadan 2 dəfə böyük olmalıdır. Məsələn, 35 30 veribdir. Siz atanı 30 götürəndə, onda ananın yaşı da 25 olacaq. 5 il əvvəl. Amma 30 25-dən böyük deyil. Deməli, B mümkün deyildi. Atanın 33, ananın 32 verib. İndi atanı 32 götürəndə 1 il əvvələ getdikdə ananın 31 yaşı olacaqdır. Yenə də 2 dəfə böyük deyil. 35 ilə 24-ə fikir versəz, siz 35-i 24 götürəndə gərək 11 yaş kiçildirsiniz də, atanın yaşını 11 yaş kiçildirsinizsə, deməli bu 11 il əvvəl olubdur. Atanın 24 yaşı, onda ananın da olacaq 13 yaşı. 24 də 13-dən 2 dəfə böyük deyil. Həmçinin 39-24-ü də yoxlasaz, atanın 24 yaşı olanda, deməli 15 il əvvələ getməliyəm. Ananın olacaqdır 9 yaşı, 24 9-dan da 2 dəfə böyük deyil. Bu halda bir dənə təkcə A variantı ölür. Yəni bunu tənlik qurmasaydınız da variantlarla belə işləyə bilərdiniz. Yəni hal-hazırda yaşları cəmi 65 olmalıdır. Yaşları cəmi 65 olan bir neçə variant var. Amma ata ana yaşında olanda ananın deməli anadan 2 dəfə böyük olmalıdır. Bu halı yoxlasaydınız yenə də təkcə A variantı ödəyirdi. Bir dənə variant ödəyirdi. İndi keçək iş məsələlərinə. Qala iş məsələlərindən suallarınızı qeyd edin. Birinci sual. Baxın uşaqlar, birinci sualda sizə çox qəşəng, net şəkildə izah eləyir ki, iki usta gördükləri iş üçün 117 manat pul alıblar. Bunların biri 15 gün işləyib, biri də 14 gün işləyib. Fərz eləyək ki, birinci usta bir gün işləsə x manat pul alar. İkinci usta da bir gün işləsəydi y manat pul alardı. İndi bunlardan birinci usta 15 gün işləyibsə, deməli 15 vur x qədər pul alacaq. İkinci usta 14 gün işləyirsə, deməli 14 vur y qədər pul alacaq. Ümumilikdə 117 manat pul alıblar bunlar. Baxın, bir də izah edirəm. Tutaq ki, bir günə x manat alan şəxs 15 günə 15 vur x qədər pul alır. Bir günə y manat alan usta da 14 günə 14 vur y qədər pul alar. Nəticədə ikisinin aldığı pulların cəmi 117 manatdır. Digər tərəfdən də sizə deyir ki, bunlardan birinci ustanın 4 gün üçün aldığı pul, yəni bir günə x manat alıbsa, 4 günə 4 vur x qədər pul alar. Bunun 4 günə aldığı pul, ikinci ustanın 3 günə aldığı puldan 11 manat çoxdur. Yəni ikinci usta bir günə y pul alırdı, 3 günə də 3 vur y qədər pul alırdı. Amma 4x 3y-dən 11 vahid çoxdur. Siz bunu bir sistem tənlik kimi həll eləyə bilərdiniz. Məsələn, 4x bərabər 3y plus 11 ifadəsindən x-i tapanda 3y bölünsün 11 bölünsün 3y plus 11 bölünsün 4. Gətirib 15x plus 14y ifadəsində 15 vurulsun, x-in yerinə 3y üstə gəl
11 böl 4 yazaram. Üste gel 14y beraber 117. Her tarafı 4'e vurup bu ifadəni tənlik kimi hesablayıb y tapsaydınız uşaqlar, y burada 3'e beraber olardı. Y 3'dürsə, gətirib burada istəyirsiniz 4x beraber 3y plus 11 ifadəsində y-ə 3 yazsaydınız 9 plus 11 20 eləyərdi. X beraber 20 böl 4 5 eləyirdi. Hə. Aldınız ki, bunlardan biri bir gün üçün 3 manat pul alıb, digəri bir gün üçün 5 manat pul alıb. Hətta bunu da uşaqlar variantlarla işləyə bilərdiniz. Bunu da variantlarla işləyə bilərdiniz. Necə işləyə bilərdiniz? Məsələn, variantdakı qiymətləri, bu tənliyi qurduza 4x beraber 3y plus 11. Birinin 4 gün üçün işləyib aldığı pul, digərinin 3 gün işləyib aldığı puldan 11 manat çoxdursa 4x beraber 3y plus 11. Bu ifadədə, məsələn, y-ə 3 verib, x-i 5 alırsınızsa, deməli, sizin variantınız elə 3-5 olan variantdır. Məsələn, götürüb y-ə 2 versəydiniz, 2 vur 3, üstə gəl 11, 17 eləyəcəkdi. Amma 6 vur 4, 24. Ödəməzdi ki bu. 4 onsuz mümkün deyil. 1 ilə 7'ni yoxlasaydınız, 4 vur 7, 28 eləyir. Amma 3'ü 1'ə vurub üstünə 11 gələndə 14 eləyir. 5 ilə 4'ü də yoxlasaydınız, yenə də eyni nəticə alınmayacaqdı. Bir dənə variant bu ödəyəcəkdi də. Yəni, ən azından birinci tənliyi qurmuş olsaydınız, biri 15 gün, biri 14 gün işləyib, cəmi 117 manat pul alıbsa, deməli 15x plus 14y beraber 117'dirsə, bu variantları qoy yerinə yoxla. 8. 8'e kadar kimin sualı var? 5. Bəs 5'e kadar? Bəs 3. Aha. Baxın uşaqlar. 3 nömrəli sualda nə deyir sizə? Biz dedik ki, tutaq ki, birinci fəhlə bir işi A saata, ikinci fəhlə bir işi B saata, üçüncü fəhlə bir işi C saata təklikdə görürsə, bunların üçünün birlikdə bu işi necə saata qutaracağını deyirsə, 1 böl A, üstə gəl 1 böl B, üstə gəl 1 böl C vurulsun T bərabərdir 1 olacaq. İndi burada da mənə deyir ki, bir işi Vaqif ilə Fuad bərabər 6 günə, Vaqif ilə Ceyhun bərabər 10 günə, Fuad ilə Ceyhun 15 günə görürsə, üçü birlikdə bu işi neçə günə bitirərlər? Və indi uşaqlar, bunların cüt-cüt birlikdə gördükləri işlərin neçə günə bitirəcəyini qeyd edibdir. Gəlin bir dənə bunlar üçün belə bir sistem düzəldək. Tutaq ki, Vaqif bir işi A günə bitirir. Fuad B günə bitirir, Ceyhun da C günə bitirir. Bu işi, eyni bir işi A, C günə bitirir. İndi Vaqif ilə Fuad bu işi 6 günə bitiribsə, bu o deməkdir ki, 1 bölünsün A plus 1 bölünsün B vurulsun 6 bərabərdir 1. T 6'dır da burada. Sonra Vaqif ilə Ceyhun 10 günə bitiribsə, onda 1 böl A plus 1 böl C vurulsun 10 bərabərdir 1. Digəri 1 bölünsün C plus 1 bölünsün B plus 1 bölünsün C vurulsun 15 bərabərdir 1'ə. Daha sonra uşaqlar biz 1 böl A plus 1 böl B bərabərdir 1 böl 6 yaza bilərik də. 6'ya bölərik də hər tərəfini. 1 böl A plus 1 böl B bərabərdir 6'da 1'ə. Sonra 1 bölünsün A plus 1 bölünsün C bərabər 10'da 1.
1 bölünsün B plus 1 bölünsün C bərabərdir 15'də 1. Və bu 3 dənə ifadəni alt-alta toplasaq, 2 dənə 1 bölü A var, 2 dənə 1 bölü B var, 2 dənə də 1 bölü C var. Deməli, bizim sol tərəfdəki ifadəmiz 2 vurulsun 1 bölü A plus 1 bölü B plus 1 bölü C bərabərdir. Sağ tərəfdə də 30'da 10 alınır. Sağdakıların cəmi də ortaq məxrəc 30 götürsəz, 30'da 10 eləyir. 30'da 10'da ixtisar getsə 10'a 3'də 1 eləyir. Və indi biz burada hər tərəfi də 3'ə vuranda 1 bölünsün A plus 1 bölünsün B plus 1 bölünsün C vurulsun 2 vur 3'də 6 eləyir də bərabərdir 1'ə. Deməli bizdə T nəyə bərabərdir uşaqlar? T 6'ya bərabərdir. Yəni üçünün birlikdə görəcəyi, birlikdə bu işi neçə günə bitirəcəyini soruşurdu? 6 günə. Hə, başa düşmədim. Bax bir də bu prosesi izah eləyirəm. Aygün. Bax biz dedik ki, Vaqiflə Fuad ikisi bu işi 6 günə bitirir. Yəni bizim yazdığımız düstura görə elə bir ki 1 bölü A plus 1 bölü B vurulsun T bərabərdir 1. Yəni bir usta bir işi A günə, digəri B günə bitirirsə, 1 bölü A plus 1 bölü B vur T bərabərdir 1 olacaq. Əgər bizə desə, ikisi birlikdə bu işi neçə günə bitirər? 1 bölü A plus 1 bölü B vur T bərabərdir 1'ə. İndi mənə burada T-ni verib də, deyir ki, Vaqif ilə Fuad ikisi birlikdə 6 günə bitirir bu işi. Deməli, 1 bölü A plus 1 bölü B vur 6 bərabərdir 1'ə. Digər tərəfdən isə Vaqiflə Ceyhun 10 günə bitirirsə, Vaqif təklikdə A günə bitirərdi. Ceyhun təklikdə C günə bitirirdisə bu işi 1 bölü A plus 1 bölü C vur 10 bərabərdir 1. Daha sonra da Fuadla Ceyhun 15 günə bitirirsə birlikdə bu işi 1 bölü B plus 1 bölü C vur 15 bərabərdir 1. İndi mən bu yazdığım ifadələrdə, məsələn, birincisinin hər tərəfini 6'ya böləndə 1 bölü A plus 1 bölü B bərabər olur 6'da 1'ə. İkinci 10'da 1'ə, üçüncü 15'də 1'ə. Və bu verilənlərin üçünü də alt-alta toplayıram. Baxın, 2 dənə 1 bölü A olacaq. 2 dənə 1 bölü B yaranır. 2 dənə də 1 bölü C. Sonra sol tərəfdən 2'ni mötərizə xaricinə çıxardardım. Qalacaqdır 1 bölü A plus 1 bölü B plus 1 bölü C. Bu mənim üçün onların üçünün birlikdə bir günə görəcəyi işdir. Bir günə görəcəyi iş budur. İndi mən bunu T'yə vurub 1'ə bərabər eləyirdikdə normal olaraq burada yazmışam bu düsturu. Bu hala gətirdim. Burada T'nin yerində nə durdu? 6 durdu. Niyə? Çünki bunların üçünün cəmini 2'yə vuranda 30'da 10 eləyib. Yəni mən bunları alt-alta toplayanda sağdakıların cəmi 30'da 10, o da 3'də 1 elədi. 2 vurulsun 1 bölü A plus 1 bölü B plus 1 bölü C bərabərdir 3'də 1'ə. İndi hər tərəfi 3'ə vurdum ki, sağ tərəfdə 1 yaradım da. İşin tamı həmişə 1'ə bərabər olur. Sağ tərəfdə 1 yarananda hər tərəfi 3'ə vurdum. İndi sol tərəfdə vur 2 də var idi deyə 3 vur 2 oldu 6 bərabərdir 1. Nəticədə burada T'nin yerinə 6 durur da. Yəni deməli bunların üçü birlikdə işləsəydi bu işi 6 günə bitirəcəkdilər. Buyur. Başka sualınız uşaqlar nə soruşmusunuz? 5 soruşmusunuz. 8, 12 yaş. 5. 5 nömrəli sual görək nə soruşulur. Maraqlı sualdır. Baxın uşaqlar. Elşən bu işi təklikdə 5 günə bitirəcəkdir. Fərid isə təklikdə 10 günə bitirəcək.
Elşən 5 günə, Fərid isə 10 günə bitirəcəkdi bu işi. İndi bunlar ikisi birlikdə 3 gün işləyirlər. Yəni 1 bölü 5 üstə gərək 1 bölü 10 vurulsun 3. Çünki t-ni verib də mənə. Mənə demir ki, bunlar ikisi birlikdə işləsə bu iş neçə günə bitəcək. Yəni t-yə vurub 1-ə bərabər eləyim. Bu mənə demədi bunlar birlikdə neçə günə bu işi bitirərlər. Mən t-yə vurum 1-ə bərabər eləyim. Yəni bunlar dedi ki, burada mənə deyildi ki, Elşən 5 günə bitirər, Fərid 10 günə bitirər. Bunlar 3 gün birlikdə işlədilər. Bunlar 3 gün birlikdə işləyiblər. Mən də bunların birlikdə 1 günə görəcəyi iş 5də 1 plus 10da 1-dir. 1 günə görəcəyi işi 3-ə vururam. İndi 5də 1 ilə 10da 1 üçün ortaq məxrəc 10-dur da. 10da 2 plus 1. Vurulsun 3. 10da 3'ü 3'e vuranda 10'da 9 eləyir. Uşaqlar, işin tamı 1'ə bərabərdir. Elə deyil, yəni 10'da 10 hissə. Mən indi bu 1-dən 10'da 9'u çıxanda işin görülməyən hissəsi qaldı 10'da 1. Deməli, bunlar 3 gündə işin 10'da 9 hissəsini gördülər, 10'da 1 hissəsi qaldı. Bu 10'da 1 hissəsini Fərid tək görməlidir. Fərid bir günə işin hansı hissəsini görürdü? 10'da 1 hissəsini də. Deməli, bu işin də 10'da 1 hissəsi qalıb, Fərid bunu tək görməlidir. Neçə günə görəcək? Elə bir günə. Çünki Fərid təklikdə işin tamını 10 günə görürdü. Bir günə 10'da 1 hissəsini. İndi bizim də burada 3 gün işlədikdən sonra işin 10'da 1 hissəsi qalıbdır. Bunu da Fərid neçə günə görəcək? Bir günə. Çünki eləcə Fəridin bir günə görəcəyi iş işin 10'da 1 hissəsidir. Ya bu qədər sadə. 8 nömrəli suala baxırıq. Uşaqlar, bu hovuz məsələlərində axı dedik ki, bir dəqiqə uşaqlar. Hovuz məsələləri üçün də onsuz dedik ki, boşaldan borunun işini dolduran boruların gördüyü işlərin cəmindən çıxın. Davam edirik. Baxın uşaqlar, burada bizə deyir ki, birinci nasos boş hovuzu 5 saata, ikinci nasosda 6 saata doldurur. Üçüncü nasos isə 12 saata boşaldır. Baxın, əgər iki nasosun hər biri bu hovuzu doldurursa, biri A saata, biri B saata, dedik ki, yenə də iş məsələsində baxın, 1 bölü A plus 1 bölü B vurulsun T bərabərdir 1. Burada yerinə yazırıq, nasosların işə sərf etdiyi zamanları həll edirik. Məsələn, biri 5 saata, digəri 6 saata doldurur. Bu hovuz neçə saata dolar, bunlar birlikdə işləsə desəydi, 1 bölü 5 plus 1 bölü 6 vur T bərabərdir 1 yazardım. İndi üçüncüsü də 3 dənə doldurursa, 3 dənə boru doldurursa hovuzu, 1 bölü A plus 1 bölü B plus 1 bölü C vur T bərabərdir 1. Amma indi burada mənə deyir ki,
Biri 5 saata doldurur, biri 6 saata doldurur, digəri 12 saata boşaldır. Baxın, əgər hətta ikisini versəydi mənə, biri doldurur, digəri boşaldır versəydi də, onda yazardım ki, 1 bölü A plus minus 1 bölü B vurtuya bərabərdir 1. Biri doldurur, digəri boşaldırsa, 1 bölü A minus 1 bölü B vurtuya bərabərdir 1 olar. Amma indi burada ikisi doldurur, üçüncüsü boşaldır. Yenə də nə edəcəm? 1 bölü A plus 1 bölü B minus 1 bölü C vur T bərabərdir 1. Yəni 5'də 1 plus 6'da 1 minus 12'də 1 vur T bərabərdir 1'ə. İndi biz burada 5'də 1, 6'da 1, 12'də 1 üçün ortaq məxrəc 60 götürə bilirik də. 60 5'ə bölünür. Deməli 12 dəfə. Deməli 5 1 vur 12 üstə gəl. 6'ya 10 dəfə bölünür deyə 1 vur 10 minus 12'ye 5 dəfə bölünür deyə 5 vur 1. Sonra da vur T bərabərdir 1'ə. Təni həll eləməliyik də biz. Təni tapmalıyıq. Təni tapmalıyıq. 60'da 17 eləyir. T də bərabər olur. 1'i 60'da 17'ye böləndə 17'də 60 eləyir. Cavabımız olur 17'də 60. Yəni 60'da 17 vur T bərabərdir 1. T'ni tapanda 1 bölünsün 60'da 17'ye. O da tərs çevrilir 17'də 60 olur. Cavabımız B variantı. Davamı 27. 12'ye baxırıq. Sonra 27. 12 nömrəli sual. Baxın uşaqlar, bu elə şifahidir də, bu dolmayacaq bu hovuz. Niyə? Çünki mən dedim ki, bir boru hovuzu doldurur, digəri boşaldırsa, hovuzu boşaldan borunun gördüyü işə sərf etdiyi zaman, dolduran borunun gördüyü işə sərf etdiyi zamandan çox olmalıdır. Yəni, boşaldan borunun hovuzu boşaltmağa sərf etdiyi vaxt, dolduran borunun hovuzu doldurmağa sərf etdiyi vaxtdan çox olmalıdır. Yəni, boşaldan boru ləng işləməlidir. Daha gec bir vaxt sərf eləməlidir boşaltmağa ki, o ləngisin ki, ora su yığılsın da zaman keçdikcə o dola bilsin. Yəni, hovuzun yarısı 5 saata doldurur. Birinci kran hovuzun yarısını 5 saata doldurursa, tamını onda 10 saata doldurar da. Hovuzun yarısını 5 saata doldurur da. Tamını neçəyə doldurar? 10 saata. İkinci boru hovuzun tamını isə 6 saata boşaldır. Yəni, görürsünüz ki, boşaldan boru daha sürətli işləyir də. Bunlar ikisi birlikdə işləsə, bu hovuz dolmayacaq. Hətta dediyim düsturda belə 10'da 1 çıxılsın 6'da 1, vurulsun T bərabərdir 1 şəklində yazsaz, T'ni mənfi alarsınız. Yəni, bunu hesablasaz, deməli, ortaq məxrəc 10 ilə 6 üçün 30 olacaq. Elə deyil. Deməli, 30'da 3 çıxılsın, 30'da 5 alarsınız. 30'da 3 çıxılsın 5. Vurulsun T bərabərdir 1. Buradan önce görürsünüz T bərabərdir. Mənfi 30'da 2 vur T bərabər 1 olacaq. Yəni T bərabər olur mənfi 15'ə. Yəni bu hovuz dolmayacaq da siz görürsünüz bu hesablamada belə zamanı mənfi alırsınız. Yeni dərsimiz saat bucaq məsələləri, rəqəm məsələləri, təqvim məsələləri, bir də mənzil məsələləri. 4 dənə mövzu keçəcəm sizə.
27 nömrəli suala baxırıq. Aha, deməli uşaqlar baxın. 27 nömrəli sualda amma bir sxem qeyd edirəm, ona fikir verin. X yükü 6 kamazla 6 saata daşınarsa, 200 X yükü 200 kamazla neçə saata daşınar? Yəni həmişə yadda saxlayın. İşçi sayı zamanla həmişə tərs mütənasibdir. Amma iş görülən işlə isə düz mütənasibdir. Belə başa düşək. Niyə? Tutaq ki, bir işi 10 nəfər görsün, bir də var 2 nəfər görsün. 10 nəfər bu işi daha az zamanla həll eləyər də. Yəni 10 nəfər bir işi 2 saata görürsə, 5 nəfər həmən işi 4 saata görər. Yəni işçi sayı artdıqca zaman azalır, işə sərf olunan zaman azalır. Bu kəmiyyətlər tərs mütənasib kəmiyyətlərdir. Məsələn, bir var 5 nəfər 2 saat işləsin, bir var 10 nəfər 2 saat işləsin. Yəni 2 saat ərzində 10 nəfər işləsə daha çox iş görər. Yəni işçi sayı artdıqca görülən iş də çoxalır. Ona görə işçi sayı iş ilə düz mütənasibdir. Yəni işçi sayı ilə düz mütənasib asılıdır. Zamanla da düz mütənasib asılıdır. Niyə? Çünki bir var 5 nəfər 2 saat işləsin. Bir də var 5 nəfər 4 saat işləsin. Yəni 5 nəfər 2 saat işləsə çox iş görər, 4 saat işləsə çox iş görər. Təbii ki, 4 saat işlə. Nə qədər çox işləsələr, yəni nə qədər çox vaxt işləsələr, belə deyək də, o qədər də çox iş görüləcək. Və yaxud da işçi sayı nə qədər çox olsa, o qədər də çox iş görülər. Amma zaman azalar. Yəni nətər? İşçi sayı zamanla tərs mütənasibdir. Ona görə uşaqlar baxın 6 kamaz 6 saata X yükünü daşıyırlarsa, bəs 200 kamaz 200 X yükünü neçə saata daşıyır? Olsun K saata. İndi burada işçi zamanla tərs mütənasibdir deyə ona görə bunları qarşı-qarşıya vururuq. Çarpaz yox. Kəmiyyətlər tərs mütənasib kəmiyyətlərdirsə, biz tənasibi həll eləyəndə çarpaz yox və beləcə qarşı-qarşıya vururuq. Amma burada zamanla iş düz mütənasibdir və çarpaz vurduq. İşçi sayı ilə iş düz mütənasibdir, çarpaz vurduq. Yəni 200-ü K-ya vuraq, sonra da X-ə vuraq. Və bizim belə bir tənliyimiz alınır da. 200 vurulsun K, vurulsun X. Bərabərdir 6 vur 6 vur 200X. Hər tərəfdən 200 və X-ləri ixtisar aparırıq. K bərabər olur 36-ya. Deməli, 200 kamazla 200X yükünü 36 saata daşıyacaqlar. Davamı. Suallarınızı qeyd edin inşallah. Kimin sualı varsa qeyd eləsin, baxaq. Yoxdursa, yeni mövzu haqqında məlumat verim sizə. Yəni, belə görünür ki, kimin sualı yoxdur. Yaxşı. Sualınız yoxdursa, onda yeni mövzuya keçək. Nə çatdıra bildiksə. Video izahlarını ataram, ardından baxarsınız. Bizim bugünkü mövzumuz inşallah 4 dənə yeni mövzu olacaq, amma ev tapşırığı 4 dənə yeni mövzudur. Amma hər birinə 10-11 sual aiddir və 4-ü birlikdə 60 sual eləmir. Dediyim kimi, saat bucaq məsələsidir, təqvim məsələsidir, rəqəm məsələsidir, bir də mənzil məsələsidir. Bu 4 mövzunu ev tapşırığı olaraq götürürsünüz.
Birinci saat bucağından danışım sizin üçün. Saat bucağı məsələlərində uşaqlar bir dənə əsas düstur var. Baxın, elə gəlin birinci suala fikir verək. Birinci sualda burada nə deyir bizə? Deyir ki, bir sutkada saatın dəqiqə və saat əqrəbləri neçə dəfə üst-üstə düşürlər? Bir sutkada saatın dəqiqə və saat əqrəbləri neçə dəfə üst-üstə düşürlər deyirsə, cavab 22. Niyə? Ümumiyyətlə nəzərə alaq ki, uşaqlar, neçə dəfə üst-üstə düşür, neçə dəfə 180 dərəcə bucaq əmələ gətirir deyirsə, bunların cavabı həmişə 22-dir. Bizim bir saatımız bir çevrə formasındadır da. Yəni, normal çevrə çəkək. Deməli, uşaqlar, baxın. Bax ki, bu nöqtə 12-dir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bizim saatimiz deməli 12 aralıqdan ibarətdir. Bir çevrədir. Bütün çevrənin dərəcə ölçüsü 360-dır. 360-ı 12 bərabər hissəyə böləndə hər bir aralığa 30 dərəcə düşür. Hər bir aralığa 30 dərəcə düşür. Hər bir bu aralıq qövslər 30 dərəcə sayılır. İndi bizim saatımız dəqiqə və dəqiqə əqrəbi də, saat əqrəbi də 12-nin üzərindədir. Saat işə başlanmazdan əvvəl hər ikisi 12-nin üzərindədir. Saat işə başlayanda birinci dəqiqə əqrəbi keçir qabağa da. Yəni, dəqiqə əqrəbi daha sürətli hərəkət edir də. Yəni, dəqiqə əqrəbi 12-dən başlayır, tam bir dövr edir. 12-yə çatana qədər saat əqrəbi 12-dən 1-in üzərinə keçir. Yəni, 12 ilə 1 aralığında dəqiqə əqrəbi saat əqrəbi ilə üst-üstə düşə bilmir. Yəni, saat işə başlayan anda dəqiqə əqrəbi keçir qabağa, hərəkət eləyir. Dəqiqə əqrəbi fırlanır, 360 dərəcə fırlanır. 12-nin üzərinə gələndə saat əqrəbi isə 30 dərəcə fırlanır da 12-dən 1-in üzərinə keçir. Amma indi saat əqrəbi deməli 1 ilə 2 aralığında olanda dəqiqə əqrəbi gəlib onun üstündən keçəndə üst-üstə düşür. Həmçinin 2 ilə 3 aralığında da, 3-4 aralığında da, yerdə qalan 11 aralıqda hər dəfə dəqiqə əqrəbi saat əqrəbinin üstündən keçəndə üst-üstə düşür. Yəni, bu bir dəfə tam dövrdə 11 dəfə üst-üstə düşürsə, sutka ərzində 22 dəfə üst-üstə düşər də. Bir sutkamız 24 saat. Bəli, bəli. Yəni, biri 360 dərəcə olanda 30 olur. Yəni, ümumi çevrə 360 dərəcədir. Hər bir aralıq 30 dərəcədir. Yəni, dəqiqə əqrəbi 360 dərəcə dövr eləyəndə saat əqrəbi 30 dərəcə dönmüş olur. Daha sonra. Amma uşaqlar, yadda saxlayın, sizdən neçə dəfə üst-üstə düşür, neçə dəfə 180 dərəcəli bucaq əmələ gətirir? Bunun cavabı 22-dir, sutka ərzində 22. Amma istənilən başqa bir bucağı soruşursa 44 dəfə. Məsələn, soruşsa ki, neçə dəfə 23 dərəcəli bucaq əmələ gətirər? Sutka ərzində dəqiqə və saat əqrəbləri neçə dəfə 23 dərəcəli bucaq əmələ gətirər? 44 dəfə. Niyə? Çünki dəqiqə əqrəbi saat əqrəbindən uzaqlaşanda da, yaxınlaşanda da həmən bucağı əmələ gətirirdi ya, hər bir aralıqda 44 dəfə elə bir ki, fikirləşin, hər bir aralıqda 2 dəfə fikirləşin də. Nəticədə bu 44 dəfə əmələ gətirər. Yəni, standart olaraq yadda saxlayın, 180 dərəcə
və üst-üstə düşmək soruşursa 22, digər istənilən bucaqdan 44 dəfə. Bir də burada uşaqlar, məsələn 5 nömrəli suala baxaq. Bu 5 nömrəli sualda nə deyir? Deyir ki, saat 10:15-dir. Dəqiqə və saat əqrəbi arasında qalan bucaq neçə dərəcədir? Belə bir düstur var. Alfa bərabərdir. Modul işarəsi daxilində 11 vurulsun dəqiqə minus 60 vurulsun saat bölünsün 2. Bu düsturdan istifadə edilir. İndi mənə burada deyir ki, saat 10:15-i göstərirsə, dəqiqə və saat əqrəbi arasında qalan bucaq neçədir? Yazırıq modul işarəsi daxilində. Dəqiqəmiz 15-dir deyə 11 vurulsun 15 minus 60 vurulsun saat 10'dur deyə 10 bölünsün 2. O da bərabərdir. 435, 600, elə ki 165-dən 600 çıxırıq. O da mənfi 435. Modul işarəsi onu müsbətə çevirir deyə 435 bölü 2. Bu da bizə verir 217,5'i. 217,5 uşaqlar 180 dərəcədən böyük bir bucaqdır. Bizdən əqrəblər arasında qalan bucağı soruşur. Amma 217,5 dərəcəmiz dedik ki 180-dən böyük bir bucaqdır. Yəni tutaq ki bir çevrədə əqrəblər tutaq ki bu vəziyyətdədirsə bizə bu arada qalan kiçik bucağı soruşur. Yəni 180-dən kiçik bucağı. İndi biz 217 tapmışıqsa bütün çevrə 360'dır. 360'dan 217'ni çıxmaq lazımdır. 217,5'i 360'dan çıxanda 142,5 dərəcə eləyəcək cavab. Və 11 dəqiqə çıx 60 saat bölü 2'dir də. Mən nə yazmışam? 11 vurulsun dəqiqə çıx 60 saat bölü 2. Sonra başqa uşaqlar bir neçə dənə, 2 dənə, 3 dənə burada maraqlı sual var. Məsələn, o maraqlı suallardan biri də 6 nömrə. Buyurun. Burada 180-dən böyük olanda hər bir halda 360'dan alınan bucağa çıxırdıq. 180-dən balaca olanda olduğu kimi qalırdı. Bu heç vaxt deyil. Yox, indi həmişə çıxırıq deyəndə ki, səndən soruşur ki, əqrəblər arasında qalan bucağı tap. İndi bəlkə deyir ki, sənə böyük bucağı tap. Böyük bucaq. Onda Yəni olduğu kimi bucaq, yəni aldığın bucaq görürsən ki, hə, bəli. Arxa tərəfdə qalan bucaq. Başa düşdüm. Çox sağ olun. Sən də sağ ol. Davam edirik. Məsələn, 6 nömrəli suala baxın uşaqlar. Bir saat səhər 9:20-ni göstərir. Saat günorta 15:30'u göstərənədək saat əqrəbi neçə dərəcə dönəcək? Baxın, saat əqrəbi 1 saat ərzində neçə dərəcə dönürdü? 30 dərəcə. İndi mənə deyir ki, saat 09:20-ni göstərir, saat günorta 15:30'a qədər. İndi baxın, 09:20-dən uşaqlar 15:30'a dək neçə saat vaxt keçib? Nə qədər vaxt keçibdir? 9:20, baxın 10:20, 11:20, 12:20, 13, 14, 15:20. 6 saat 10 dəqiqə. 6 saat 10 dəqiqə. Yəni 6 tam 6'da 1 saat. O 10 dəqiqəni də saata çevirirəm də. 09:20-dən 15:30'a qədər 6 tam 6'da 1 saat vaxt keçibdir. Tənasüb qura bilərsiniz. Yəni 1 saat ərzində 30 dərəcə dönürsə saat əqrəbi 6 tam 6'da 1 saat ərzində x dərəcə dönər.
Çarpaz vurursunuz. X bərabərdir. 30 vur. 6 tam 6'da 1. 6 tam 6'da 1'i də düzgün kəsrə çevirəndə 6'da 37 eləyir də. Deməli 5 vur 37. O da 185 dərəcə. Can. Daha sonra, məsələn 7 nömrəli sual uşaqlar. Baxın. 7 nömrəli sualda nə deyirsə, Aqilin saatı səhər saat 7-dən başlayaraq hər 3 dəqiqədə 5 saniyə irəli qaçır. Həmən gün günorta Aqil saata baxanda saat 5-ə 15 dəqiqə işləmişdir. 5-ə 15 dəqiqə işləmiş, yəni 16-15 olması deməkdir də. Bir əslində saat neçədir? Uşaqlar, bizim bir saatımız 60 dəqiqədir. Və 3600 saniyədir. İndi bizə burada deyilir ki, Aqilin saatı hər 3 dəqiqədə 5 saniyə irəli qaçır. Siz tapın görək 1 saat ərzində neçə dəfə irəli qaçır, neçə saniyə irəli qaçır bu? Baxın. 1 saat, deməli 3 dəqiqədə, uşaqlar, baxın 3 dəqiqəyə 5 saniyə irəli qaçırdısa, 1 saatımız 60 dəqiqədir də, elə deyil? Bu 60 dəqiqəyə x saniyə irəli qaçar. Altmış dəqiqə ərzində x saniyə irəli qaçar. Buradan tənasüblə siz x-i tapanda x bərabər olur 100-ə. 100 saniyə. Deməli, 1 saat ərzində 100 saniyə irəli qaçır Aqilin saatı. İndi, uşaqlar, 100 saniyəni də saata çevirəndə 3600-ə böləcəm. Niyə? 3600 saniyəmiz 1 saatdır. O da 36'da 1 eləyir. Deməli, Aqilin saatı hər bir saatda 36'da 1 saat irəli qaçmış olur. Yəni, uşaqlar, normal saata görə, yəni normal vaxta görə Aqil 7-dən başlayaraq hər, deməli, heç irəli qaçmağı nəzərə almadan, normal vaxta görə, elə bil ki, siz saat 7-dən x qədər vaxt keçibsə, x saat keçibdir də. Fərz eləyək ki, 7-dən x saat keçibdir. Amma bu hər keçən saata görə də 36'da 1 saat irəli qaçır deyə normal keçən vaxtın üzərinə bu irəli qaçan vaxtı gələk. Səhv saatın irəli qaçdığı vaxtı da gələk. Hər x saata görə 36'da 1 irəli gedibdir. Yəni ona görə x plus 36'da 1x bərabərdir keçən vaxt. Keçən vaxt da uşaqlar 07, deməli saat 7-dən deməli 16-15'ə qədər nə qədər vaxt keçibdir? 9 saat 15 dəqiqə. O 15 dəqiqəni də saata çevirəndə 4'də 1 saat eləyir də. O 9'dan 4'də 1 saat irəli, deməli ümumi vaxt keçibdir. İndi mən burada x-i həqiqi keçən vaxt götürdüm. 36'da 1 x-də irəli qaçan vaxt. Bunların cəmi 9,4'də 1 saat eləyibdir. Ümumi keçən vaxt. İndi nəticədə siz buradan 36'da 37 x alırsınız. Bərabər olur 4'də 37'yə. Oradan x-i tapırsınız. X bərabər olacaq, deməli 9'a. Deməli, normal olaraq, şöyle baxın, 36'da 37x
bərabərdir. 9/4-1-i də adi kəsrə çevirəndə 4/37-yə. 9 vur 4 plus 1 37. İndi buradan siz x-i tapanda 4/37-ni 36-da 37-yə bölməlisiniz də. Yəni 4/37 bölünsün 36-da 37-yə, o da onun tərsinə vurulur da. 37-də 36-ya vurulur. 37-lər ixtisar gedir. 36 4-ə 9. Deməli, həqiqi olaraq 9 saat vaxt keçməli. 9 saat vaxt keçməli idi. 7-nin üzərinə 9 gələndə də 16:00 almalıydınız. Deməli, o irəli qaçan 15 dəqiqədir. Yəni, o hər 3 dəqiqəyə 5 saniyə irəli qaçdığına görə ümumi 9 saat ərzində bu 900 saniyə irəli qaçıbdır. O da 15 dəqiqə edir 60-a böləndə. Uşaqlar, buradan sizə nə qaranlıq qaldı? Ayşə, başa düşə bildin? Bu yazdığımdan sizə qaranlıq qalan nə oldu? Amma mən 1000 saniyə kimi hesaplamışdım. Oradan tapdım. Necə? Mən 1000 saniyə kimi hesabladım. Sonra da oradan tapdım. Aha. Yo, yəni Hər saatda nə qədər 5 saniyə irəli qalırsa, o formada tapdım. heç Yəni, problem yoxdur. riyaziyyat Yəni, üçün əksinə getmirsən də irəli qaçan vaxtı eləmirsən, yəni tənasüblə tapmısan. Bəli. Hə. Yəni, ümumilikdə siz bunu eləcə variantla da yoxlaya bilərdiniz də. Həqiqi vaxt məsələn 16:00. 16:00 o doğru saat 16:00 göstərirsə, deməli 9 saat vaxt keçibdir. 9 saata məsələn 9 saniyə irəli qaçıbdır da, onu da dəqiqəyə çevirəndə 15 dəqiqə. Amma məsələn B variantına baxın. 16:05. 16:05-də o deməkdir ki, doğru saat aqil saata baxanda 9 saat 5 dəqiqə keçməliymiş. 9 saat 5 dəqiqəyə görə də bu 905 saniyədən də biraz çox irəli gedibdir. Onu da dəqiqəyə çevirəndə axı yenə də eləmir, düz gəlmir də. Yəni, variantlarla yoxlaya bilərdiniz bir-bir. Variantlarda sizə doğru saatın həmən vaxt göstərəcəyi tarixi, vaxtı verib, elə deyil. Məsələn, sən götürərdin ki, deməli, saat 7-dən başlayaraq 16:05-ə qədər 9 saat 5 dəqiqə vaxt keçibdir. Deməli, bu 1 saata 100 saniyə irəli qaçır. Onda 9 saat 5 dəqiqəyə nə qədər irəli qaçır? Görə 15 dəqiqəni tamamlayırsan, ya yox, 10 dəqiqəni də hətta. Elə bir ki, sən burada gördün ki, irəli qaçan saata görə 9 saat 15 dəqiqə vaxt keçibdir. Amma 16:05 götürsən, deməli, o irəli qaçan vaxt 10 dəqiqədir. O 10 dəqiqəni də saniyəyə çevirəndə 600 saniyə vaxt keçibdir deməli. Amma sən baxırsan ki, hər saata görə 100 saniyə vaxt keçibsə, burada da 9 saniyə 5 dəqiqə vaxt keçibsə, o 600 saniyə eləmir, axı irəli qaçan var. Yəni, beləcə variantları silərdim. Bir dənə A variantı düz gələrdi. Uşaqlar, mən digər mövzuların da video izahını atarım, oradan baxarsınız. O mövzular çətin mövzular deyil. Yenə də hərəsinə 10-15 sual aiddir. Ola olsun ki, burada sizə biraz mənzil məsələsi qaranlıq qalsın. Növbəti dərsdə ona da baxarıq. Başqa sualınız, sözünüz uşaqlar? Çox sağ olun müəllim. Oldu, siz də sağ olun, gecəniz xeyrə qalsın. Xeyrə qarşı.